Bu dəfə diqqət ərəb dövlətinə yönəlib. Uzun zamanda aralarında soyuq küləklərin əsdiyi Amerika Birləşmiş Ştatları və İranın nümayəndə heyətləri aprelin 12-sində Omanda bir araya gələcəklər. Danışıqlar iki ölkə arasında zədələnmiş münasibətlərin bərpası üçün mühüm hadisə olacaq. Görüşdə Trumpın birinci prezidentliyi dövründə ləğv etdiyi nüvə sazişinin yenidən bağlanması məsələsi müzakirə ediləcək. Danışıqlara İran Xarici İşlər Naziri Abbas Arakçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff rəhbərlik edəcək. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai deyib ki, Tehran məsləhətləşmələrin nəticələrinə əsasən reaksiya verəcək. İran xarici təhdidlərə cavab olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərini ölkədən çıxara biləcəyindən bağlı xəbərdarlıq edib. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Temi Brüssə bildirib ki, İran-ABŞ danışıqları ərəfəsində belə bir addım İranın nüvə proqramının dinc məqsədli olduğu iddiası ilə ziddiyyət təşkil edir. İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərini ölkədən çıxarması vəziyyətin gərginləşməsidir. Birləşmiş Ştatlar dərin narahatlıq keçirir ki, İran dinc məqsədli olmayan yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını sürətlə artırır. Birləşmiş Ştatlardan olan ekspertlər görüşün nəticəsiz başa çatacağını deyirlər. Mən heç bir nəticə gözləmirəm. Çünki Amerika Birləşmiş Ştatları bu danışıqlarda səmimi deyil. Son 35 ildə Birləşmiş Ştatların yaxın şərqdəki fəaliyyətlərinə nəzər salın. Bu daim müharibə, xaos, şəhərlərin dağıdılması və indi isə Qəzzada soyqırımla müşayiət olunan bir dövrdür. Birləşmiş Ştatların doğrudan da səmimi şəkildə həll yolu axtardığını gözləmək nə qədər realdır? ABŞ üçün yalnız bir həll yolu var. O da rəqiblərinin boğazına qılınc dirəmək və onları istədiyinə məcbur etmək. Bu təbii olaraq İsraillə birgə Amerika Birləşmiş Ştatlarının istədiyi yoldur. İranlı ekspertlər isə Trump administrasiyasının verdiği sözləri yerinə yetirməkdə çətinlik çəkdiyini deyirlər. Ukrayna konusunda başarısız, Rusya konusunda başarısız, Gazze konusunda başarısız ve birçok daha. Şimdi ne konuşacaklar ve ne tartışacaklar konusunda ya da neyi çözecekler? Eminim ki her ülke büyük bir liste hazırladı. Bu listelerin bir gün içerisinde ya da bir ay içerisinde çözülebileceğini ben düşünmüyorum. Böyle bir şey söz konusu yok. Çünkü İran ve Amerika arasında varoluşsal bir tezatlık var. Paradoksal bir tezatlık var. Varoluşsal bir paradoks var ve dolayısıyla bunu çözmek o kadar kolay değil. Qeyd edək ki, ABŞ və İran arasında münasibətlər gərgin olaraq qalır. Tehranın nüvə proqramının hərbi məqsədlərə xidmət etməsi ilə bağlı şübhələr İrana sanksiyaların verilməsi ilə nəticələnib. ABŞ həmçinin İran nefti ilə ticarətə görə bəzi şirkətlərə sanksiyalar tətbiq edib.